Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün mən sizə Cəfər Cabbarlının həyat və yaradıcılığı və bir də onun ana əsəri haqqında danışacağam. Amma Oktay Eloğlu'nu isə sırf ayrı bir dərsdə mən izah edəcəm. Cəfər Cabbarlı 20 mart 1899-cu ildə Bakı yaxınlığında olan Xızı ərazisində dünyaya gəlib. Atası Qafar Cabbaroğlu odunçu olub. Cəfər atasını tez itirib. Kiçik yaşlarında şəhərdə yaşamalı olub. Atasının ölümündən sonra onun ailənin ağırlığı, yəni onun üzərinə düşür. Yəni ki, anası Şahbigənin üzərinə düşür. Təhsili əvvəlcə məhəllə mollasının yanında mollaxanada alıb, sonra Rus Tətər məktəbində, Ali İbtidai məktəbdə 1915-ci buranı bitirib, Bakı Sənaye məktəbində oxuyub. 1920-ci ildə ali təhsil almaq üçün Bakı Dövlət Universiteti Tibb fakültəsində oxuyub. Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasını sevinclə qarşılayıb. İş fəaliyyəti Azərbaycan Demokratik Cümhuriyyətinin parlamentli stenoqrafçı, Azərbaycan qəzetində mütərcim olub. AXC-nin süqutu ona ağır təsir edir, böhranlı günlər yaşayır. Sovet hakimiyyətinin ilk günlərindən tərcüməçi, stenoqraf kimi çalışır. Bu illərdə bir neçə dəfə həbs olunur, müəyyən şərtlərlə azad olunur. Sonradan taleyini bütünlüklə teatra və yaradıcılığa bağlayır. Onu yeni quruluşu mədəni inqilab siyasəti cəlb edir və yorulmadan çalışır. 1934-cü il dekabrın 31-də ürək çatışmazlığından qəfil vəfat edir. Qəbri Bakıda Fəxri Xiyabandadır. Yaradıcılığı isə 3 növdə olub, yəni lirik, epik, dramatik növdə, əsərləri ana dilindədir. Yaradıcılığa kiçik yaşlarından şeirlərlə başlayıb, bu əsas yadda saxlayaq. 1915-16-cı illərdə müxtəlif mətbuat orqanlarında şeirləri çap olunur. Babəy Əmir, Dirlik jurnalları, Bəsirət qəzeti və s. Lirik şeirləri maarifçi realizmin təsiri ilə yazılıb. Bu təsir həm lirikasında, həm də həmin dövrdə yazdığı hekayələrində Aslan və Fərhad hekayəsi, Mənsur və Sitarə, həm də pyesində Vəfalı səriyyəsində hiss olunur. Lirik şeirləri mövzuca müxtəlifdir, amma ictimai mətləblər aparıcıdır. Bu şeirdə ədalətsizlik, laqeydlik, az insanların vəziyyəti təsvir olunur. Bunlar qürub çağı bir yetim, sən də bir, dilənçi, boranlı qışçı gecəsi şeirləridir. O yaratdığı ağır lövhələrlə zənginlərin qəlbində mərhəmət hissi yaratmaq niyyətində idi. Qışın boranlı, məşəqqətli bir soyuq gecəsi. Cahanı lərzə salır yerlərin cəfalı səsi. Xərabə içrə qaranlıqda sanki var bir kəs inildəyor, yayılır, titrəyor çəkdikcə nəfəs. Bu zəif bir çocuqdur ki, xəstə bir dərman, soyuq xərabədə yatmış, inildəyor hər an. Bu xəstə 5 gün olar çörək dəyməyib dilinə. Qoca ata bu sovuqda nə cür gedib dilənə. Nəhayət oğlunu görəcək ölüm yatağında gedib. Yox isə də taqət zəif ayağında. Bax, burada hər bir şeyi o demək olar ki, təsvir edir. Satirik şeyləri görməmişəm, eşitmişəm, dübarə, səbarə, görməkdəyəm, itil get adlarındadır və elə adları özü də bizə satirada tənqidin nə olduğunu deyir. Bu şeylər tənqid hədəfləri millət dərdinə göz yumanlan varlılar, millət qəmi çəkməkdən uzaq ziyalılar, xalqa fayda verməyən cəmiyyət-i xeyriyyələr, ictimai dərdlərə göz yumub nigarına qəzəl yazan şairlərdir. İlk hekayələri ailə məişət mövzusunda olub və əsaslı Cümhuriyyəti həsr edir şeirləri sevdiyim Azərbaycan bayrağına. Vəfalı səriyyə pyesində qəhrəmanlara maarifçilik mövqeyindən qiymət verir. Onları ya yaxşı ya da pis əməl sahibi kimi təqdim edir. İctimai ziddiyyətlərin kökünü daha da dərin axtardığı pyesləri Solğun Çiçəklər 1916, Nəsrəddin Şah 1916-cı ildə. Türkiyə həyatı ilə bağlı əsərləri varmı? Bəli, var. Trablis müharibəsi deyilir ona və yaxud da ki, Ulduz, Ədirnə fəthi, hər ikisi də 1917-ci ildə. Bu əsərlərdə realistik və romantik səhnələr vardır. Azərbaycanda kapitalist, bax, münasib, kapitalizmlə dərinləşməsi və onun fəsadlarının təsir etdiyi əsərlər Aydın əsəri ilə Oktay Eloğlu əsəridir ki, biz Oktay Eloğlu əsəri haqqında daha ətraflı keçəcəyik. Mədəni inqilab dövründə yazdığı əsərlərdə qəhrəmanların xarakterləri mükəmməl, məqsədləri aydındır. Aydın ədalətsizliklə barışmır. Altun dünyasının kimdir? Aydın əsərində Aydın ədalətsizliklə barışmır. Altun dünyasının əzici qaydalarına qarşı çıxır. Konkret məqsədli, dəqiq mübarizə üsulu yoxdur. Dumanlı arzularla yaşayır, etirazçıdır. Oktay Eloğlu'nda Oktay uğrunda çalışdığı qayəni dərk edir. Mücərrəd fikir və danışıqdan uzaqdır. Elxan od gəlini, əsas obrazları götürüb hamısından Elxan obrazı
görürük biz Od gəlinində öz mübarizəsində ardıcıl və qətiyyətlidir. Xalqın milli azadlığı uğrunda işğalçılarla ölüm-dirim mübarizəsinə girir. Öz ideallarına sadiqdir. Bu yolda heç kimə güzəştə getmir. Od gəlini romantikanın qovuşduğu realizm əsasında yazılmış və böyük bir uğur qazanmışdır. Bu əsər müəllifin yaradıcılığında yeni mərhələyə keçid olur. İndi mədəni inqilabla bağlı problemlərin həlli yeni qəhrəmanlar arzusunda idi. Nəticədə yaranan əsərlər Sevil əsəridir 1928, Almaz 1930, Yaşar 1932 və Dönüş isə 1932 və 33. Deməli Sevil, Almaz, Yaşar, Dönüş. Bunların ortaq cəhəti nədir? Geriliyin əsiri olmaq, yeniliyə qarşı çıxmaq kimi məsələlər. Lakin bu əsər problemlər fərqlidir. Sevildə qadın hüququdur. Almazda kənd təsərrüfatının kollektivləşdirilməsidir. Yaşarda elmi texniki tərəqqidir. Dönüşdə mədəni inqilabdır. Deməli Sevildə nədir? Qadın hüquqluğu. Almazda kənd təsərrüfatının kollektivləşdirilməsi, Yaşarda elmi texniki tərəqqi, Dönüşdə də mədəni inqilab. Sevildə qadın azadlığı məsələsinə fərqli yanaşılır. Kişilərlə bərabər hüquqlu olmalı, sərbəst işləməli, kimsədən asılı olmamalıdır. Sevil savad alır, inkişaf edir, qadın azadlığının müdafiəçisi olur. Almazda kənddə baş verən quruculuq hadisələrindən bəhs olunur. Müəyyən səhvləri olsa da Almaz müharibədə tərəddüd etmir. Yaşarda hadisələr Almazdan sonraki dövrə aiddir. Almazla açıq mübarizə aparanlar indi maskalanaraq Yaşarla vuruşurlar. Lakin yenilik irəliləyir. Yaşar və tərəfdarları elmi nailiyyətləri kənddə uğurla tətbiq edirlər. Dönüşdə qəhrəman Gülsaba teatrın yenilənməsi, güclənməsi və s. ruhunda çalışır. Müəllifin yaratdığı bu ədəbi qəhrəmanlar vətənin tərəqqəsi, xalqın mədəni inkişafı barədə olan arzuları idi. Əgər Cəfər Cabbarlı sosializmin gerçək yüzünü görsəydi, yeni fərqli əsərlər yazardı. Elə 1905-ci ildə əsəri 1931-ci ildə yazıb, izlədiyi niyyət xalqın nəzərini inqilabdan uzaqlaşdırmaq üçün iki xalqı bir-biri ilə düşmən edən Rus çarizmin müstəmləkə siyasətini göstərmək idi. Bu əsər müəllifin gizli niyyətini göstərən mətnaltı mənalarla zəngindir. Hekayə yaradıcının sonraki dövrünə aid olan əsərlər Dilarə, Dilbər, Gülər, Firuzə əsərləridir. Deməli, hansılardır hekayə yaradıcının sonraki dövrə aid olanlar? Dilarədir, Dilbərdir, Gülərdir, Firuzə əsəridir. Bunlara rast gəlmək olar. Bu onun deməli yaradıcılığı. İndi gəlin onun keçək ana şeirinə. Yazılışı nəzmdəndir. Şeir vahidi bəndli dörtlük şəklindədir. Bütün bəndlərin ikinci və dördüncü misraları və bütün bəndlərin ikinci və dördüncü həm qafiyə, birinci və üçüncü misra sərbəstdir. A, B, C, B, C, D. Lirik nöqtədə tərənnümdür. Tərənnüm onun obraz anadır. Mövzu anaya məhəbbətdir. Əruz vəzindədir və mücdəs bəhrindədir. Və baxırıq, lirik qəhrəman emosional, coşqun təbiətlidir, heç kəsə, heç nəyə baş əyməz, kimsədən qorxmaz. Onun qarşısında əyildiyi tək bir insan var, o da anadır. O qeyd edir ki, ana əli ilə bəlaya düşsə də özünü istirahətdə zənn edər. Ananın qucağında layla səsi eşidən kimi bədən ölər, ruhu çıxıb səmalara seyr edər, səmalarda seyr edər. Özünü rahibə bənzədir, çünki o da rahib kimi itaətlidir, lakin onun itaət etdiyi varlığı isə nədir? Anadır. Əgər bütün bəşəriyyət ədüvvi canım ola, ürək süqut eləməz aldığı mətanətdən. Əgər bütün bəşəriyyət mənə düşmən kəsə, ədüvvi can, yəni canımın düşməni ola, ürəyim aldığı gücü itirməz. Ricavi xət və məkan vermərəm gər alimlər, 1000 ildə də vəz edərlər dəhşəti qiyamətdən. Alimlər 1000 illərlə qiyamətin dəhşətlərini danışsalar da, moizə oxusalar da, icazə vermərəm ki, ürəyimdə qorxuya yer olsun, qorxuya yer yaratsınlar. Pələnglər tuta dövrüm çəkinmərəm əsla və ya ki, vəd edərlər dövləti cəhanı mənə. Pələnglər dövrümü tutsa, məni hər hərfdə əhatə etsə də, əsla qorxub çəkinmərəm ki, bir kəsə baş əyib iczimi bəyan eyləyim, əyilmərəm nə ki yer, versələr səmanı mənə. Ya da mənə vəd etsələr ki, bütün dünyanı sənə veririk, bu şərtlə ki, kiminsə qarşısında baş əy, itaəti bəyan eylə, yer nədir, göyləri də versələr, əyilmərəm. Yanımda gərcula dura cəllad, əlində şəmşiri, ölüm gücü ilə mənə hökmədə olum təslim. Əyilmərəm yenə haşa, ölüm nədir ki, onun gücü ilə xalqa həqiranə eyləyim təzim. Əgər cəllad əlində şəmşirlə, boynu vuran silah yanımda dursa və məni ölümlə qorxudaraq təslim olmağa əmr etsə, yenə təslim olmaram. Əyilmərəm, ölüm nədir ki, ondan qorxaraq kiminsə qarşısında alçaqcasına deyir mən baş əyim. Cahanda yox elə bir qüvvə, baş əyim ona mən. Fəqət nə güclü, zəif bir vücud var. Yaxud dünyada elə bir qüvvə yoxdur ki, onun qarşısında baş əyim. Amma
Nəinki güclü, hətta zəif bir vücud var ki, hazıram yıxılıb xaç payına hər gün öpüm ayağını ecilə. Kimdir o? Nədir o? Ki, mən onun ayaqlarına yıxılıb icazəsi ilə hər gün ayaqlarını öpməyə hazıram. Bu qüvvə kimdir? Nədir? Ana, ana, o adın qarşısında bir qul tək həmişə səcdədə qalmaq, mənə fəxarətdir. Onun əli ilə bəla bəhrinə yuvarlansam, yenə xəyal edərəm, bəzmi istirahətdir. O anadır. Bu adın qarşısında həmişə qul kimi səcdə etmək mənim üçün fəxrdir. Ananın əli ilə bəlaya düşsəm, özümü istirahətdən inəyərəm, zənn edərəm. Əsey külək, bağır ey bəhri biyaban ləpələn, atıl cahana sən ey ildırım, alış, parla, ey külək, əs, ey amansız dəniz ləpələn, bağır, ey ildırım cahana atla, atıl, alış, yan, parla, gürulda taqi səmavi gürulda, çatla, dağıl, sən ey günəş, yağışın yağdır ey bulud ağla, ey göy, gürulda, çatla, dağıl, ey günəş, sön, ey bulud, yağışın yağdır, ağla. Bunlar mənə əsər eylərmi? Mütləqa yox. Fəqət ana, o müqəddəs adın qabağında o paç bağrına bassın məni, desin layla, təbəssüm oynadaraq titrəyən dodaqlarında. Bütün bunlar mənə təsir edər? Xeyr, əsla etməz. Amma ana, bu müqəddəs adın qarşısında əylərəm. Ana, məni paç bağrına basaraq titrəyən dodaqları təbəssümlə layla desin. Bütün vücudum əsər, ruhum eyləyər pərvaz. Uçar səmalara o aləmi xəyalətdə. Layla səsini eşidəndə bütün bədənim əsər, ruhum pərvaz eyləyər, xəyal aləmində göylərə uçar. Yatar, ölər bədənim, nitqdən düşər bir söz. Ana, sənə mən rahibəm itayətdə. Bütün bədənim yatar, nitqimdən bir söz düşər. Ana, mən sənə itayətdə rahibəm. Bu qədər uşaqlar, növbəti dərsdə isə artıq biz Oktay Yolğulu hadisələri haqqında, hadisələrin ardıcıllığı, əsas qeydləri haqqında danışacağıq. Sağ olun, salamat qalın.